Salam hörmətli izləyicilərimiz, Binəqədidə məktəbə yaxın bir ərazidə 3 otaqlı evimiz var, satışa çıxarılan Qubcalı evimizdir. Gəlin sizi yaxından tanışıyıq. Evimizin həyəti də var. Bu evimizin giriş hissəsidir, birinci. Gördüyünüz kimi. Burada yəni giriş hissədə istədiyiniz hər şeyi yarada bilərsiniz. Ayrıca maşın da sala bilərsiniz bura. Məsəl üçün, burada stol qura bilərsiniz, yay mətbəxi qura bilərsiniz. Yəni hər şeyə əlverişlidir. Buranın belə olmanın baxmayın, yəni alan insan istəsə buraya yüngül bir suvaq da çəkə bilər, yüngül qaraqura işlərini görə bilər. Yəni həyət əşyaları da qoymaq üçün rahatdır, əlverişlidir demək olar ki. Yəni yaxından tanışıyıq. Görürsünüz ki, ona su çəni var, evimizin əlavə. Zapas deyək də, həyətçəni. Yəni biz salınca ilə başlayaq. Bura evimizin salınca evi. Şunu yandırır. Yapın. Gördünüz ki, bunlar salınca evdir. Bura çölə çıxan yerdir, buranı axırda göstərdim. Çatma. Görürsünüz ki, bura giriş hissədir. Həm mətbəx kimi istifadə edə bilərsiniz, həm 16 tane mətbəx də yaratmaq olar burada. Yəni hər şey əlverişlidir, belə deyək. Gəlin indi. Çölə gedən yoldur bu. Bura bir otağımızdır, birinci otaqdır gördüyünüz kimi. Ev isteri sisteminin təsis olunur, yəni kombi sistemi deyil evimizdə. Otağın genişliyinə baxın, səliqəli, rahat bir dənə otağımız var. Gəlin növbəti otağa keçək. Bu ikinci otağımızdır, gördüyünüz kimi genişdir. Biraz qaranlıq oldu. Baxın, geniş bir otaqdır. İkinci otaqdır bu evimizin. İkinci yataq otağı belə deyək. İndi isə evimizin çöl hissəsindən sizə tanış edeyim. Gəl. İndi evimizin həyət hissəsinə keçək. Evimizin belə bir həyət hissəsi var. Bura yəni əşyalarını qoya bilərsiniz. Bayaq dediyim kimi, çöl mətbəxini burada da yerləşdirmək olar. Gəlin evimizin arxa tərəfinə baxaq. Bir də evimizin pəncərələrinin hamısı öz həyətinə açılır. Yəni başqa bir həyətə düşmür. Baxın, burada çöl qladovkasıdır. Yəni banka bağlı olmayan kiçik əşyalarınızı da yerləşdirə bilərsiniz. Evimiz dediyimiz kimi məktəbin yaxınlığında yerləşir. 3 otaqdan ibarətdir. Evimizlə bağlı kiminlə sualı olarsa direktə və nömrəmizdən əlaqə saxlaya bilər. Evimiz kombiyo qızdırıcı sistemlərlə ibarətdir. Qubcalıdır evimiz. Daha sonra nə başqa sualınız varsa bizlə əlaqə saxlayıb öyrənə bilərsiniz. Sağ olun.